Deməli, qlükoza, qlükoza 4, 5. Mötərizənin içi qapalıdır. Fruktoza 3, qapalı 4. Riboza, bunları yaxşı öyrənin. 3, qapalı 4. Dezoksiriboza burada 2, qapalı 3. Bundan sonra saxaroza, saxaroza elə orada ancaq qapalıdır, orada da elə demirik. Bunu monosakharid üçün deyirik, açıq qapalı. Saxaroza qlükoza ilə fruktozadan yaranır. Qapalısı, qlükozanın qapalısı 5, fruktozanın qapalısı 4, 9. Maltoza 2 dənə qlükozadan yaranır. 5, 5, 10. Laktoza qlükoza ilə galaktozadan yaranıb, hərəsi 5, 5, 10. Nişasta qlükozadan yaranıb, 5 dənədir deyə 5N. Selüloza, o da qlükozadan yaranıb deyə 5N. Bunları bilin uşaqlar, 5N. Bundan sonra deməli sorbit qlükozadan yaranıb deyə qlükozanın açıq formadan söhbət edir. Qlükozada 4 dənədirsə, sorbitdə də 4. Glükon turşusu. Glükozadakı kimidir, dəyişmir. Glükon turşusu, orada da 4. Ribon turşusu. Ribon turşusu ribozadan yaranıb. Ribozada neçə dənə idisə, ribonda da o qədərdir. Ribozanın açığında 3-dür, ribonda da 3-dür. Amma ribit, yadınızdadır, riboza ribitə keçəndə neyini bir vahid azalır. Onda olacaq 2 asid. Burada diqqət. Bir də süd turşusu. Süd turşusunda bilin asid. Bunları istəyirsiniz özünüzdə qeyd edin, baxın. Bunları özünüzdə götürün. Bunlar. Xüsusən də 4-cü qrup. Simetrik söhbəti daha çox 4-ə gəlir. Xüsusən də 4-cü qrup var, bunları özündə